Eşat bəy, baxdığım qədərilə siz orada futbola pul qoyulmağın halal olduğunu deməmisiniz. Amma nədən belə iddialar irəli sürürlər? Sizin videonuzu kəsib güya ki, siz orada demisiniz ki, futbola pul yatırmaq mərc oyunu kimi futbolu qələmə vermisiniz ki, halaldır. Xeyr, heç bir zaman elə bir şeyə halal demək mümkün deyil. Çünki bunun haram olduğunu hər birimiz bilirik. Sadəcə olaraq belə bir sual gəlmişdi futbolla bağlı. Yəqin ki, orada da kontekstdən çıxararaq kəsib bunu paylaşmışdılar. Mən heç bir zaman haram olan bir şeyə halal deməyəcəyim kimi, halal olan bir şeyin də haram olduğunu iddia edə bilmərik. Çünki bu Quran-Kərimin Nəhl surəsinin 116-cı ayəsinə görə dininiz necə gəldi, o halaldır, bu haramdır deməyin ayəsinə zidd getmiş olaraq. Çünki haramların konkret olaraq nələrdən ibarət olduğunu Rəbbimiz Quran-Kərimdə açıq şəkildə bəyan edir. Heç peyğəmbərin belə bir səlahiyyəti olmayıb. Sadəcə olaraq insanlar bununla bağlı belə bəzən insanları ləkələməyə çalışanlar, böhtan atmağa çalışan insanlar bu cür taktikalardan istifadə edirlər. Təbii ki, bunlar da böhtanlardır, uydurmalardır. Mən həmişə deyirəm ki, görəsən bu insanlar sabahlarım Allah qarşısında necə cavab verəcəklər? Axirətə inanırlarmı? Sabah Allahın qarşısına çıxdıqları zaman bu böhtanlarına görə mənə də maraqlıdır ki, hansı cavabı verəcəklər? Necə özlərinə haqq qazandıracaqlar? Təbii ki, bizim alnımız açıqdır.